Salam əziz dostlar. Vacib məqamlardan birini toxunmaq istəyirəm. Deməli, son zamanlar mənə müraciətlər nədən ibarətdir? Xanımlar adətən gəlir. Deməli, kişi ilə qadın sevgili münasibətində olurlar bir müddət və yaxud da nişanlı və s. Evlənmək məqsədlərində olur və s. olmur deyə bilməm. Amma hər bir halda bunların münasibətləri pozulandan sonra kim kimə nə alıb başlayırlar bir-birinə qarşı iddia qaldırmağa. Adətən kişilər bunu edir. Xanıma almış olduğu telefon, məsələn iPhone olsun, kitab olsun, elə xırdaçılığa qədər gedirlər. Avtomobil olsun, ev olsun, məsəl üçün xərclənmiş digər xərclər. Bunları tələb edirlər, tələb edə bilərlər, sübutları varsa. O baxımdan bununla bağlı qətnamələr də var məhkəmədə. Diqqətli olun, ehtiyatlı olun, yazışmalara fikir verin. Yəni, hər bir halda iddia qaldırmaq hüquqları var. Diqqət edin, kimdən nə alırsınız? Hər kəsdən hər şey almaq olmaz. Uğurlar.